Dostlar, hər birinizi salamlayıram. Son zamanlar çox məşğul olduğuma görə yeni videolar, maarifləndirici videolar çəkə bilmirəm. Lakin buna baxmayaraq, nə qədər məşğul olmağıma baxmayaraq, yaxın günlərdə hepatit C haqqında yeni uzun video çəkiləcək və bu video Doktor Nemo YouTube kanalında paylaşılacaq. Qısa videolarda yenə həmişəki kimi paylaşılacaq. Lakin yeni videodan xəbərdar olmaq istəyirsinizsə, əgər abunə deyilsinizsə, Doktor Nemo YouTube kanalına abunə olun və bildiriş olan hissəsinə açıq qoyun ki, yeni video paylaşılanda siz də xəbərdar olasınız. İndi isə hepatit C haqqında günümüzə aid olan statistik məlumat haqqında bildirmək istəyirəm. Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, yəni son statistik məlumatlarına görə dünyada 50 milyona qədər insan hepatit xəstəliyinin xronik vəziyyətindən əziyyət çəkir. Və təqribən bu xəstəliyin yaratdığı fəsadlara görə, yəni yaratdığı sirroz, qaraciyər xəstəliyinə görə dünyasını dəyişən insanlar da təqribən 1 milyona yaxındır. Hər iki xəstəliyi, yəni həm hepatit B, həm də hepatit C-nin birlikdə ölüm göstəricisi günə təqribən 3500 nəfər düşür. Bu da çox yüksək bir nəticədir. Baxmayaraq ki, insanlar gigiyenik və antiseptik qaydalar haqqında olduqca məlumatlıdırlar, maariflənmişlər. Lakin buna baxmayaraq il ərzində hər dəfədə bu xəstəliyin artdığını müşahidə edirik. Lakin yeni xoş məlumat odur ki, son tibbi məlumatlara, yeniliklərə əsasən bu xəstəliyi, hepatit C xəstəliyini müalicə etmək mümkündür. Tam olaraq müalicə etmək mümkündür və xronikləşməsinin qabağını almaq daha asan başa gəlir. Bu, yeni diaqnostik üsullara, yeni yanaşmalara və yeni kəşf olunan dərmanlara görə həyata keçirilir. Bir də Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu bir daha doğrusu bir plan var ki, ümid edirək ki, bu plan həyata keçəcək çox yaxın bir zamanda 2030-cu ilə qədər hepatit xəstəliyini, hepatit xəstəliklərini sıradan çıxarmağı, müalicəni həyata keçirməyi və yeni vaksinlərin istehsal olması barədə xoş xəbər gözlənilir.